Və nəyə görə ruslar türk məsələsini seçdi? Baxın, əgər Osmanlı yerində qalsaydı, biz biləcəkdik ki, Osmanlı ə, İslamla yaxındır, İslam ölkələrinin yaxın olacaqdır. Biləcəkdilər ki, içində Yunan var, erməni var, İranlı var. Bu da onlara imkan verəcəkdir ki, Yunanlarla yaxın olsunlar, İranla yaxın olsunlar, ermənilərlə yaxın olsunlar, Kürd problemi olmasın ölkədə. Yəni Osmanlı məsələsi bu məsələni saxlayırdı. Həmçinin Avropalılar bu məsələni götürmüş olurdu öz nəzarətinə. Yəni Osmanlının adı formal olaraq qalmışdı. Amma Avropanın nəzarəti altına keçirdi və Avropanın bir hissəsi olacaqdı Türkiyə, hal-hazırki Türkiyə. Baxın indi hansı vəziyyəti yaratdı Rusiya. Bu məsələni yeritdilər Osmanlı məsələsinin içinə, türk məsələsini. Osmanlı zəiflədi, Balkanları itirdi, Avropanın şərqini itirdi. Sonradan Sovetlər Birliyi həmin yeri götürdü özünün nəzarətinə, öz kəşfiyyatının nəzarətinə. Düzdür, sonra da itirdi, amma hələ də güclü kəşfiyyatı var orada.